Mənim Şahramanyana əməkdaşlıq təklifim var. Artsaq məsələsinin tam həlli ilə bağlı rəsmi məktub təqdim edəcəyəm. Konkret. Azqlobayefoya istinadən məlumat verir ki, bunu erməni terrorçu Qaregin Ejdenin adına yaradılmış təşkilatın təmsilçisi Vardan Taraxçyan bildirib. Bu, İrəvanda məhv edilmiş qondarma rejimin nümayəndəliyinin yaxınlığında jurnalistlərlə söhbətində absurd iddialar səsləndirib. Azərbaycan səfirliyi İrəvanda evindən 29 metr aralıda yerləşir. Mən səfiri mütəmadi olaraq görürəm, adını bilmirəm. Jurnalist ondan bu sözləri məcazi mənada deyib demədiyini soruşub, Taraxçyan suala konkret cavab verməyib. Əlavə edək ki, sülh və diplomatik əlaqələr olmadığı üçün iki ölkə arasında səfirlik səviyyəsində təmsilçilik yoxdur. Tanazaq yaşayış məntəqəsi istiqamətində Azərbaycan ordusunun bölmələri tərəfindən intensiv atəş açılması haqda Ermənistan mediasının aprelin 21-də yaydığı xəbərlər məqsədyönlü dezinformasiyadır və heç bir real əsası yoxdur. Bu sözləri Axar. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mediasında ordumuzun bölmələri tərəfindən yaşayış məntəqəsinə atəş açılması ilə bağlı yayılan xəbərlərə cavabında bildirib. Qeyd edilib ki, Azərbaycan ordusunun bölmələri tərəfindən mülki əhali və obyektlər istiqamətində heç bir atəş açılmır. Ordumuz yalnız zərurət yarandıqda təxribat məqsədi ilə mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin aktivliyinin qarşısını almaq məqsədi ilə adekvat cavab tədbirləri görür. Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiyalar və yalan xəbərlər yaymaqla törətdiyi təxribatları ört-basdır etməyə, eləcə də beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır.